Sabahınız xeyir, gününüz uğurlu olsun əziz dostlar, əziz izləyicilər. Bugün yenə bir motosiklet gündəlikləri ilə, motosiklet günlüyü ilə, nə bilim, nə vlogu ilə qarşınızdayıq. Yəni əslində vlog da demək olmaz, işə gedirik də, şaqqalib işə gedirik. Yenə bu şəhərin tıxaclı günlərindən biridir. Yəqin ümid eləyirəm, çünki bura boş görsənir, biraz qabağa gedən kimi ora şeydir, bir Gürcü xəngəli. Düzdür, yəni bunun müsbət tərəfi də odur ki, oradan o yana da bir də görsən, elə olur ki, buralar da belə lap dəlixan olur. Amma nəcəbsə buralar boşdur. Niyə boşdur? Yəni ora kimi boş olmağı belə böyük bir müsbət şeydir də, yəni ki, şəraitdir. Biz də işə gedirik də, work deyil. Neçə vaxtı videolar gəlmir. Gəlir daha doğrusu videolar. Sadəcə nə bilim, paylaşmıram mı deyim, nə deyim, bilmirəm heç. Benzinimiz azdır. Az deyil əslində, amma mənim üçün çox azdır. Gedim bir benzin vurum da. Yenə dəlixana düşdü. Bax, həmişə dayananda da yenə gördünüz, sol təkərdən elə yerdə dayanıram ki, gəlib xıncır eləməsin arxadakılar məni. Çünki tormozunu saxlaya bilməyib də gəlib vura biləcək potensiyalı olanlar çoxdur. Yəni həmişə özümə bir boşluq tapmalıyam. Siz deyilənlərə baxmayın, niyə aradan keçirsiniz, niyə arada dayanırsınız. Dayanmasaq xəncərə döndürək. Xəncər nədir? Xəncər kimdir? Gürcü xəngəlinə döndürəcəklər. Biz də dönmək istəmirik. Düz gedək, orada şey var da, yanacaq doldurma məntəqəsi. Oradan bir yanacağımızı vuraq. Burada dayanaq avtobusun yanında. Vay, nə olub, hələ bu dəqiqə yandı. Vay dədəm var. Bizim millət. Xanım, nə qarsan? Bomboş deyib, dönüb qutarıb bilmirəm ki. Xanım idi, nə idi? Xanım sürücü yoxşurdu. Bomboşdu qabağı, dönüb qutaran bir zalım, arxadan da siqnallayırlar. Ən azından əsas yolu boşaltmalısan da bu qardaş. Bildik də, bildik. Zaqazunqadır. Bilirsiniz, ictimai nəqliyyat. Dərslər yoxdur deyənə şəhər biraz boşdur. Məktəblər falan, universitetlər tətildə axı. Ona görə buralar biraz boşdur. İndi bir dənə sual. Mən burayla niyə getdim? Maraqlı sual. Mən görəsən burayla getməyib də hara ilə gedə biləm. Mən əslində orada petroldan benzin vura bilərdim ki, biraz da azalsın sonra. Məntiqli yanaşmadır. Bax, bunlar məsələ burada niyə dayanıb? Maraqlı. Bura əslində həmişə yaşıldır. Çünki gəlib buranı saxlayır. Görürsünüz, yəni qayda qanun pozan sürücülər, istər maşın olsun, istər velosiped olsun, istər nə bilim, vertolyot olsun, hər yerdə eynidir. Öz yolunu tuta bilmir, yolu planlaya bilmir, yoldakı işarələri oxuya bilmir, bilmir ki, ora ancaq sağa dönüşdü və qoymayın yol verək. Bilmir ki, ora ancaq məsələ sağa dönüşdü, oradakı arxadan gələn maşınlara niyə mani oluram ki mən? Düzdür, avtobus da oradan sola fıydacaq, avtobus da qanuni bir yerdə dayanmışlığı yox idi. Amma baxma da, indi məsələ mən gəldim, mən maşın deyiləm də, mən rahat keçə bilirəm. Amma bir dənə kiçik bir maşın gəlib fısırlıqda dayanacaq da, elləyib dayanacaq orada. Sonra gələk havalandırmaları bağlayayım, bu nədir burada? Səsi beynimi dıq elədi. Mən bu boyda yolu boş yerə fırlandım, deyim bilin. Fikirləşirdim ki, yanacaq doldurma məntəqəsi, əslində benzinimə görə fikirləşirdim, nə qədər qaldığını bilmirdim, amma hələ birini baxıram ki, çox varmış, yəni çox az deyilmiş, amma oradakı az petroldan vırıb, fırlanıb işə gedə bilərəm. Onsuz da işə bir yarım saat tez satacağım. Özümü öldürsəm də işə gedişə bilmirəm motosiklet sürəndə. Amma gedişməməyi də tövsiyə eləyirəm, yəni təbii ki, bu da ayrı bir fikirdir. Biraz sağ yandırıb sol vuraram, sənə özümdən çox qalaram. Biraz yavaşlayaq. Rather eşq olsun.
ver mənim eşqimi, o sənə heç gərək deyil. Gəl qaytar eşqimi, o solğun bir çiçək deyil. Ver mənim eşqimi, o sənə heç gərək deyil. Yəni təhsil olmayan günlər, yəni ki, Bakıda universitet və məktəblər olmayan günlər bunu analiz edirik ki, şəhər çox boş olur. Çox boş olur dediyim, yəni xeyli axda, yəni əvvəlkinə nəzərən bir 10 dəfə, bəlkə də 15-20 dəfə boş olur. Bu da o deməkdir ki, demək şəhərin ən böyük problemlərindən biri təhsil sisteminin, saat anlayışının, iş sisteminin saat anlayışı ilə ortaq düşməsidir. Yəni bunu demişdilər ki, bəs dəyişiləcək, nə bilim, təhsil başqa vaxt olacaq, dövlət işlərində zaman dəyişəcək, bu yəqin ki, layihə hazırlanır, amma məncə bu layihə olsa, bunu görürük ki, biz şəhərdə xeyli boşluq görə bilərik. Amma bu dövlət idarələrində işləyən 200 nəfərlə düzələn deyil. Yəni dövlət idarələrində təbii ki, indi ümumi dövlət işçilərinin statistikası var, yəqin ki, çox böyük rəqəmdir, amma bu şey deyil də, yəni məsələn, təhsil alan tələbələr, şagirdlər qədər deyil. Mən həmişə fikirləşirəm ki, ölkədə, məsələn, ta ki, Bakı Dövlət Universiteti ilə Pedaqoji Universiteti rayona köçürsələr, Bakı xeyli boşalar. Mənim fikrimcə onların tələbə sayı kifayət eləyər ki, şəhərdə xeyli boşluq olar. Rayon dediyimdə, yəni daya gedib Antarktidaya yox da, normal şəhərə, həm şəhərə yaxın, həm rayonların çıxışına yaxın, yəni digər rayonlara yaxın bir yerdə əgər bunu yerləşdirə bilsələr, bu çox möhtəşəm olar. Həm təhsil alan tələbələr üçün yaxşı olar, çünki şəhərdə yaşayış xərcləri çox da ucuz deyil. Həm də ki, məsələn, niyə İsmayılda olmasın və yaxud da niyə Şamaxıda olmasın və yaxud da niyə digər rayonların birində olmasın ki, infrastrukturu da rahat şəkildə qurmaq olar. Sıfırdan qurmaq təbii ki, daha rahatdır. Əvvəllər belə bir ideya da var idi ki, paytaxtı harasa köçürmək, bu biraz çətin və məşaqqətli məsələdir. Həm də ki, milyonlarla pul gedən bir məsələdir. Milyon yox, milyard deyək, hətta milyonlarla heç şey qurulmur. Milyonlarla ancaq elə şey qurmaq olar. Bina, 3-4 dənə bina qurursan, amma böyük bir şəhər qurmaq üçün milyardlarla, daha çox milyard, yəni pul lazımdır, investisiya lazımdır. Bu biraz bu dəqiqəki dövrümüz üçün məntiqsiz yanaşmalar, amma şəhərdəki müəyyən idarə və təşkilatları, müəyyən təhsil strukturlarını rayona köçürməklə bu məsələni müəyyən qədər aşmaq olar deyə düşünürəm. Və gəldik Azərbaycanın musiqili yoluna, ona görə burada sakit duracağım, çünki mən susum, musiqim danışsın deyərdim, amma onsuz da mənim danışığımdan hiss eləyəsiniz ki, bu yol niyətər yoldur. Özünüz burada bilirsiniz, burada danışanda adamın bütün içalatı sirkələnir. Bura deyirəm də həmişə, burada əgər musiqi təhsili alırsınızsa, bu yoldan ən azından gündə bir dəfə keçməlisiniz ki, o səsdəki o şeylər var, zəngulə vurmaq üçün məşqdir də, burada hazır məşq eləyirsən, boğaz titrəmələriniz adını hamısını məşq eləyirsən, rahat şəkildə gedəndə musiqi müəllimi deyir ki, valla sən nətər burada öyrəndin, deyirsən ki, mənim elə bir müəllim var ki, heç onu heç kim tapa bilməz. Sizə də deyirəm, nə vaxt lazım olsa gəlin yanıma. Ay qa, get da, nə qədər o. Yəni belə, mən fikirləşəm ki, musiqi nədir? Mən fikirləşəm ki, təhsil müəssisələrinin, universitetlərin bəzilərini bu rayonlara keçirməklə bu məsələni köklü olmasa da ən azından bir 60%, 70% həll eləmək olar. O ki, qaldı dövlət idarələrinə, təbii ki, onlar da rayonlara köçürmək olar bəzilərini. Və bu da təbii ki, uğurlu ola bilər. İndi bilmirəm, bu saat rejimi nə dərəcədə düzəldəcək. Məsələn, tutaq ki, filan nazirlik saat 9-da işə başlasın, filan nazirlik 10-da başlasın, 10-un yarısı başlasın. Bunun da təsiri olacaq, amma çıxış saatları da gərək fərqli olar. Olsa, yəqin 8 saatlıq iş rejimində ona uyğun balanslaşacaq. Amma biraz xaotik görsənir. Yəni, nə bilim, həyat tərzimizdə nətər olacaq, onun adaptasiya müddəti də var ki, işçilər nətər öyrəşəcək. Çünki məsələ, hamı saat 6-da çıxır, gedir, nə bilim, çayını içir, görüşünü eləyir.
Bir arxaya işarə eləyək ki, gəlib bizə əndirə döndürməsinlər də. Flag Day. Dum bada dum bada dum bada dum da dum da dum bada dum. Hop, bir dənə sol, bir dənə sağ. Yenə ora buraxmırlar. Bu yollar, bu avtobus yollarını bir dənə tənzimləsəydilər. Keçən səfər görürəm, deməli xeyirli olsun. Sumqayıt tərəfdə yaşayanlar üçün bu hamıya keçərli deyil. Hamı bilirsiniz, hamı deyir ictimai nəqliyyat belə, hamı keçəcək ictimai nəqliyyata, amma hamı istəmsizcəsinə ictimai nəqliyyata keçə bilmir də. Yəni fiziki olaraq da bu mümkün deyil. Çünki ictimai nəqliyyat tutaq ki, Sumqayıtda 1 milyon əhali yaşayır. 1 milyon əhalinin daşıya biləcək ictimai nəqliyyat formalaşmayıb da. Yəni sən onu formalaşdırıb sonra bu addımları atmalısan da. Avtobus yolu çəkiblər. Okey, buna razıyam. Amma avtobus yolu çəkmək üçün sən birinci Sumqayıta gedən maşınların bir statistikasını aparmalısan ki, Sumqayıta nə qədər maşın gedir? Ümumiyyətlə sən bu avtobus zolağını çəksən, bu gedən maşınların neçə faizini sən, gedən insanların neçə faizini sən ictimai nəqliyyatla təmin edə biləcəksən. Ki bunu eləyə bilməyəcəksən, bunu özün də bilirsən. Məsələ, tutaq ki deyirəm hemen. Yəni bu dediyim kiməsə aid deyil. Ümumiyyətlə, yəni özüm özlüyümdə analiz aparıram. Bilirsən ki sən bu şeyi heç cürə bu cəmaatı avtobuslarla, ictimai nəqliyyatla tam şəkildə təmin eləyə bilməyəcəksən. Çünki böyük bir axın gəlir. Okey, bunun yarısı qatarla gəlir. Nə bilim, yarısı normal maşınla gəlir. Amma normal maşınla gələnləri sən artıq qoyursan pis vəziyyətə. 100% qoyursan pis vəziyyətə. Çünki istəmsizcəsinə adamların yarısı qalır havada. Nəylə gəlsinlər? İctimai nəqliyyata yerləşmirlər. Çünki gələndə 100% birazdan görəcək. Nə qədər sən uzun avtobus yox, istəyir limuzin qoy. Şeyə döndərərsən ora, Gürcü xəngəlinə döndərərsən. Bu Gürcü xəngəlini neynirəm? Səhər-səhər düşmüşəm Gürcü xəngəlinin üstünə. Bir dənə buradan divijen eləyək. Ehtiyatlı olaq, bir dənə belə. Bir dənə belə və getdik. Okey, sən onsuz da bunun hamısını təmin edə bilməyəcəksən. Bunu bilirik ikimiz də. Amma ikimiz dediyimizdə elə bir kiminlə də sıranışıram da. Bilirsən ki, kimi təmin edə bilməyəsən. Sən axı orada gedən, o sol zolaqda gedən, 3 zolaqda gedən, yəni hansı ki əvvəl 4 zolaqda gedirdilər. Maşınların həyatını qaraldırsan axı. Giriş onsuz da darısqaldır. Oradan gələn 3 maşın gedir 2 zolağa dirənir, Sumqayıta gedənlər. Bu birdə, sən də zolağın birində ayırırsan. Bir zolaqlı yol qalır orada. Və hər şeydə qoyuram bir qırağa. Orada da ancaq nə gedə bilər? Məsələn, normalda burada necədir? Saat 10-dan sonra avtobus zolağına giriş sərbəstdir. Orada isə elə bir qoyublar ki, yəni ki 24 saat bunlar xidmət göstərəcəklər. Yəni 24 saat avtobus dayanmadan işləyəcək ki, işləsə belə yenə məntiqsizdir. Burada da o saat 12 kimi avtobus işləyir, amma zolaqda görsən orada yazır məsələn saat 10-dan sonra rahat giriş olar bura. Eyni şey orada da keçərli olmalıdır. Yəni eyni şey orada da keçərli olmalıdır. Yəni vaxtlı qoymalısan. Bəlkə də sınaqları düzəltdirirlər, eləyirlər, tenderizadı gözləyirlər, o da ola bilər. Nə inlər bilinmir bax. 5 nəfər dayanıb yolun ortasında nə inirlər özləri bilir. Hayda, bura Formula 1 falana görə bağlıydı axı. İndi açılıb deyənə parada görə açmışdılar, yəni hələ bağlamayıblar. O qədər gözəl görsən ki, həqiqətən bu əzəmətli görüntü üçün adam darıxır da lap. İndi Formula 1 də müvəqqətidir deyəcəm, amma Naçala yazıblar. Əslində Formula 1 çox yaxşıdır indi öz aramızda. Formula 1-in olmağı çox yaxşıdır ölkənin, belə deyim, tanınması üçün. Və biz də bunu dəstəkləyirik sonuna dək. Prezident aparatın maşını gedir, siqnal verdi bizə, yavaşlayaq görək, bəlkə bizə tərəf gedir, yox. Bu sağa keçəcək, biz sola keçək, biz də sağa gələcək, amma sol tərəfindən ötmə eləyək, sonra sağına keçək. Çünki o kəsirdə birdən sərt kəsər,
Keyif girməyək altına. La 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 la. Oy Allah, cərim zırıldı. Bu kanalizasiya lüklərində ömrü boyu ağzı günə qaldı da. Həmişə mütləq dərəcədə şey eləyirlər. Yolu qazıyıblar. Həmişə kimi. Rau rau ra 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 ra. Nə qədər maşın gedir ha? Benzin. Bu arada ördəyimin problemi var. Soyuq dəyməsi var deyənə səsi çıxmır. Deyəsəm onun arxasında şey var, o belə səs çıxan tütək kimi də. Ondandır. Onu biraz şey eləmək lazımdır. Onu biraz pülüyüb dəyişdirmək lazımdır. Görün dəyişdirəcəm onu, evdə var. Kuzasını açıb düzəldəcəm. Gedirik benzin vurmaqdan ha. Gedirlər, gəlirlər. Sabahınız xeyir. 95 polunu bax zəhmət olmaz. Üzr istəyirəm, polnu 10 manatlıq vurun da. Yadımdan çıxdı. 95 10 manatlıq vurun da zəhmət olmaz. Yadımdan çıxdı. Xırda qoymuşdum. Buyurun. Biraz da vurma var. Vuracağım ben ona. Aha. Bugün bu geçim dedi. Çox oldu. Tamam tamam. Bəsdir. Qoy qalsın. Hə, qəpik qalsın. Əsas dolub daşmaz. Sağ ol qardaş. Dolub daşıyacaqdan sonra. Yasız da daşmadır. Ne diye, niye okumuşsun ayım oğlum? Deməli belə, benzinimiz də rahatladıq. Luna luna mar.
Hey yo guys. Akşam ne gitmiyor olar? Şimdi geri oradan rahat. Tane içeri. Aman Allah'ım işe gecişmirik yine. Öyle ben motosikletle ömrü boyu adıma gelmiş ki işe gecişim. Ne gitti ha? O belə usta mı olar? La. Nəysə, neçə vaxtdan sonra beləsinə həm söhbət olmaq həqiqətən mənim üçün də böyük xoşluq oldu. Çox sağ olun ki söhbət qatmamısınız, qatarsınız. Şərh yazıb fikirlərinizi mənimlə bölüşün. Bölüşməyən armud olsun. Bölüşün. Bu videonu görüb şərh yazmayan armuddur. Bax da indi nədə xoşum gəlmir belədir. Çox sağ olun həqiqətən. Öpürəm hamınızı. Ağrıma basıram. Dəmir eləyim. Siz də görəsiniz. Sağ olun, salamat qalın. Növbəti videonun gəlməsi üçün də videonu bəyənib paylaşmağı, şərh yazmağı, fikrinizi mənimlə bölüşməyi unutmayın. Çinçila. Qardaş dönürsən, sən niyə sol yoldasan adama deyərlər. Maraqlıdır, yəni sən daha doğrusu soldasan, sən niyə sağ yoldasan? Yəni sağda nə edirsən? Maraqlı. Tam sağda özdə. Get solunda dayandan qadınam. Bunlar belədən edələr. Mən də o yana gedəcəm. Prius o yana gedəcək. O bilinmir. Prius gördüsə hara gedəcəyi bilinmir. Yəni o sağa da gedə bilər, sola da, dönmə işığına zada baxmır yəni. O ani qərarla fikirləşir ki, hayana gedim. Söhbət qardaşdan getmir. Yəni ümumiyyətlə deyirəm. Yəni taksi sürücüləri ani qərar verə bilirlər. Niyə? Çünki içəridə oturan Maif Qasım, yəni taksi sürücüsünü sifariş eləyən adam, yatır bir də yandan. Oğlu buradan dönənə bir dənə qadınım deyir. Qardaş da dartır elə. Day demir ki, yox olar olmaz. Çünki bilir ki, deyəcək pulumu vermişəm sür də. Yəni bizim millətdə qarşılıqlı anlayış biraz çətin məsələdir. Düzdür, bizim millətdə yox, bütün dünyada belədir. Hər şey bizim millətlə əlaqələndirir, amma bütün Azərbaycanda belədir. Welcome to my world.